Türkiyə və Azərbaycan arasındakı elektrik bağlantıları strateji əhəmiyyət daşımaqdadır. Türkiyə, Azərbaycan, Gürcüstan və Balqaristan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə Azərbaycan bütün regionun enerji təhlükəsizliyinə töhfə verəcək. Bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Prezident həmçinin qeyd edib ki, Bakı tərəfdaşlarla enerji kabelləri ilə bağlı da sıx əməkdaşlıq edir. Texniki iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu Qaradəniz enerji kabeli layihəsi Azərbaycanın Gürcüstan, Qaradəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqaristan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir. Biz həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik. Bakı Enerji Həftəsində səslənən fikirlər bir daha göstərir ki, Azərbaycan hazırda regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Azərbaycan təbii qazını artıq 16 ölkəyə ixrac edir. Bu fakt ölkənin enerji sektorunun sürətlə inkişafını və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirir. Eyni zamanda bu əməkdaşlıq enerji resurslarının sabit və təhlükəsiz təchizatına mühüm töhfə verir. Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də mühüm tranzit ölkə kimi çıxış edir. Ölkənin coğrafi mövqeyi və inkişaf etmiş enerji infrastrukturu müxtəlif regionlar arasında enerji resurslarının təhlükəsiz daşınmasını təmin edir. Bu amil Azərbaycanın regional enerji əməkdaşlığında strateji mövqeyini gücləndirir. Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində ciddi rola malikdir. Xüsusən də Cənub qaz dəhlizi Avropa İqtisadi Birliyinin ondan çox ölkəsində stabil qaz təchizatını həyata keçirir. Bilirik ki, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi ciddi təhlükəyə məruz qalmışdır. Azərbaycanın bu istiqamətdə kiçik həcmli rolu olsa da, amma etibarlı, dayanıqlı partnyor baxımda mühüm rol oynayıb. Azərbaycan indinin özündə də hazırdır ki, qərbə ixrac elədiyi qaz resurslarının həcmini 2 dəfə artırsın, Cənub qaz dəhlizinin ötürmə gücünü 2 dəfə artırsın. Azərbaycan təkcə öz neft-qaz resurslarını dünya bazarlarına çıxartmaqla dayanmır, həm də öz infrastrukturunu Mərkəzi Asiyanın zəngin enerji resursları istehsal edən, hasil edən ölkələrə açır. Yəni bunun özü də Qərbin Mərkəzi Asiya resurslarına etibarlı çıxışını, Rusiyadan və İrandan yan keçməklə çıxışının təmin edilməsi kimi ciddi təhlükəsizlik belə deyə istiqamətidir. Digər tərəfdən Azərbaycanda yaşıl enerji sahəsində həyata keçirilən qabaqcıl layihələr və innovativ texnologiyalar digər ölkələr üçün həm iqtisadi inkişaf, həm də ətraf mühitin qorunması baxımından güclü bir yol xəritəsi təqdim edir. Rəsmi Bakı külək, günəş və su elektrik enerjisi sahələrində böyük potensiala malikdir və yaxın illərdə ixraca yönəlmiş 6-8 giqavatlıq bərpa olunan enerji gücü yaratmağı planlaşdırır. Xüsusilə də Qaradəniz sualtı kabel layihəsi kimi təşəbbüslər Azərbaycan ilə Avropa arasında yaşıl enerji bağlantısının formalaşmasına xidmət etdiyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu layihələr həm də qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu daha da gücləndirir. O ki, qaldı Azərbaycanın alternativ enerji resurslarına, ələlxüsus da yaşıl enerji sektoru üzrə olan hədəflərə və görülmüş işlərə birmənalı şəkildə qeyd etmək olar ki, bu Azərbaycanın yaşıl enerji sektoru üzrə olan fəaliyyəti ölkənin alternativ enerji strategiyasının əsas aparıcı xəttini təşkil edir ki, və bu xəttdə ölkəyə qlobal investorların cəlb edilməsi, eyni zamanda ölkənin enerji potensialına, yəni bərpa olunan enerji mənbələri hesabına olan potensialın gerçəkləşməsi fonunda həm məşğulluğun artırılması, həm ölkənin qeyri-neft ixracının artırılması, eyni zamanda ölkədə iqtisadi aktivliyin artırılması
ümumdaxili məhsulun qeyri-neft sektoru üzrə olan payının yüksəldilməsi kimi strateji hədəflər vardır. Düşünürəm ki, deməli Birləşmiş Ərəb Əmirlikinin, Səudiyyə Ərəbistanının, eyni zamanda Böyük Britaniyanın aparıcı şirkətlərinin ölkəmizdə həyata keçirdiyi investisiya fəaliyyəti qlobal investisiya cəlb ediciliyinin bariz nümunəsi hesab edilə bilər. Beləliklə də Azərbaycan enerji potensialı və bu sahədə təqdim etdiyi innovativ həllər nəzərə alındıqda regionda liderdir. Bakı Enerji Həftəsi isə qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir.